olan şair Şəkər Aslanın 90 illik yubileyi qeyd olundu. Lənkəran şəhər Heydər Əliyev mərkəzində baş tutan Payıma düşən ömür adlı xatirə gecəsini 30 ildir Söz ədəbi jurnalının baş redaktoru olan Sevda Əlibəyli aparıb. O söz ki, ilk naşiri və baş redaktoru olan Şəkər Aslanın yadigarıdır. Lənkəranın Boladı kəndində anadan olan Şəkər Aslan Maksim Gorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunda təhsil alıb. Uzun müddət Lənkəranda çıxan Leninçi, indiki Lənkəran qəzeti və Söz jurnalının baş redaktoru olub. Ömrünün sonunda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinə rəhbərlik eləyib. Bugün 90 yaşını qeyd elədiyimiz şair, publisist, dramaturq Şəkər Aslan buradan pərvazlanıb 60-cı illərin əslində ədəbi mühitində sayılıb seçilən şairlərdən idi. Şeirlərini, kitablarını buradan dünyaya yayırdı. Keçmiş postsovet məkanında Şəkər Aslan yaxşı tanınırdı. O istədiyi şəhərdə yaşayıb yarada bilərdi. Amma öz elinə, öz yurduna bağlı şairlərdən oldu. Şeirində dediyi kimi oxşayar qəlbimi Nərgiz Yasəmən, çıxmaz xəyalımdan o məxmər çəmən. Şəkərəm, bir şəkər balanızam mən, analar, analar gözləyin məni. O dövrdə gənclər belə mövzuda şeirləri çox yazırdı, amma əhdinə hər kəs sadiq qala bilmirdi. Şəkər Aslan əhdinə, andına sadiq şairlərdən oldu. Tədbirdə şair haqqında nümayiş olunan videorolik onun həyat salnaməsinə bir daha işıq saldı. Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun müasir ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli Şəkər Aslan yaradıcılığı haqqında ətraflı danışaraq onun gözəl təbiət şairi, məhəbbət şairi, vətənpərvər bir şair olduğunu vurğuladı. Şəkər Aslan deyəndə mən müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin biri hesab eləyirəm. Şəkər Aslan deyəndə mən deməli bu cənub bölgəsinin şair ağsaqqalı hesab edirəm. Və Lənkəranı da onun kimi vəsf eləyən olmayıb. Şəkər Aslan deməli Azərbaycan poeziyasında deməli ilk sonetlər çələngini yaradıb. Bu zonada deməli Şəkər Aslan ən gözəl sonetləri yazıb. Lənkəran sonetləri adlandı. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli bölgədə ədəbi mühitin inkişaf etdirilməsində Şəkər Aslanın xüsusi rolu olduğunu vurğuladı. Onun yaradıcı insanlara göstərdiyi qayğıdan danışıb, zahirən ciddi görünsə də, əslində çox xeyirxah, ürəkpak və gözəl bir ziyalı olduğundan danışdı. Bildirdi ki, Şəkər müəllimin xeyir duası ilə poeziya aləminə gəlmiş o vaxtki gənclərin ilk yaradıcılıq nümunələri məhz Leninçi qəzdində işıq üzü görüb. Xalq şairi Sabir Rüstəmxanlı Şəkər Aslanla uzun müddətlik dostluğundan, yaradıcılığından danışdı. Mən nəşriyyatda işləyirdim, ondan əvvəl qəzetdə işləmişdim. Şəkər də daimi qəzetə və nəşriyyata gəlib gedən adamdır. Yazıçı nəşriyyatında onun bir neçə, təxminən 3 kitabı çap olunmuşdu mənim işlədiyim dövrdə. Şəkər Aslan 60-cı illərdən ədəbiyyata gəlmişdi və ilk kitabından da diqqəti cəlb eləmişdi. O Moskvada indi o vaxt yeganə ədəbiyyat deməli təhsili verən, peşəkar ədəbiyyat təhsili verən Ədəbiyyat İnstitutunu qurtarmışdı və bunun da şübhəsiz təsiri vardı. Rus ədəbi mühiti ilə də yaxından tanışdı. Onun elə deməli ümumi rəhbərliyi ilə Yazıçılar İttifaqının bir səyyar plenumu keçirilmişdi və çox möhtəşəm bir yazıçıların əksəriyyəti gəlmişdilər bura. Möhtəşəm bir tədbir idi və yəni Lənkəranın həm də bir ədəbi paytaxt olduğunu, Bakıda ədəbi mədəniyyət mərkəzlərinin biridir, amma həm də ədəbiyyatımızın mərkəzlərindən biri olduğunu sübut elədi. Daha sonra Respublikanın ilk poliqrafçı alimi Şəddad Cəfərov, hüquq elmləri doktoru professor İbrahim Quliyev, Aşkarlıq qəzetinin baş redaktoru, yazıcı, publisist Hacı Etibar Əhədov Şəkər Aslan haqqında xatirələrini bölüşüb, onun həm də gözəl insan, sadiq dost, əsil vətəndaş olduğunu bildiriblər. Bir məqamı vurğulamağı da özümə borc bilirəm. Bu reportajın müəllifi olaraq Şəkər müəllimin xatirəsi mənim üçün də çox əzizdir. Jurnalistikada ilk addımlarımı hələ tələbə ikən məhz onun rəhbəri etdiyi Leninçi qəzdində təcrübə keçməklə atmış, müsbət rəy, ondan xeyir dua almışam. Qəlbimizdə əbədi yaşayan görkəmli şair, ziyalı, ustadım Şəkər Aslanın ruhuna dərin hörmət və ehtiramla Pərvanə Əhməd qızı Elviz Nəsirli, Lənkəran.